Sosial media kiçik bizneslər üçün əslində inanılmaz imkanlar yaradır. Ən əsası odur ki, bazara giriş baryerini aşağı endirir və müştərilərlə birbaşa əlaqə qurmaq imkanı yaradır. Bu niyə əhəmiyyətlidir? Çünki ənənəvi marketinqdə bunu etmək üçün inanılmaz büdcələr tələb olunurdu və həmişə arada bir məlumatı ötürən bir vasitəçi var idi. Sosial mediada isə o birbaşa ünsiyyət mümkündür. Burada ən kritik element odur ki, sadəcə biznes müştəri ilə deyil, müştəri də geri bizneslə ünsiyyət qura bilir. Yəni iki tərəfli kommunikasiya fürsəti mövcuddur. Bu isə ənənəvi marketinq baxımından bir inqilabdır. Niyə? Çünki iki tərəfli kommunikasiyanın olduğu bir mühit münasibətin qurmağa imkan yaradır. Münasibət dedikdə biz nəyi nəzərdə tuturuq və əslində kiçik bizneslərin məqsədi elə sosial media vasitəsilə həmin o münasibəti qurmaqdır. Satmaq deyil də uzun müddətli və davamlılıq gətirəcək, yəni onların biznesinə davamlılıq gətirəcək münasibəti qurmaqdır. Belə təsəvvür edin, köhnədən bir kiçik bir internetdən öncə, sosial mediadan öncə bir kiçik bir dükan var idi, kiçik bir sahibkarın. Onun hədəf kütləsi, auditoriyası elə qonşuluqdan gələn müştərilər idi. Onları adətən adı ilə tanıyırdılar, onların tələbatlarını bilirdi həmin o sahibkar. Eyni modeli, eyni biznes modelini əslində biz sosial mediaya daşımağa çalışmalıyıq.